Hamıya salam dostlar, mən Özcan. Bu günlər qardaşım məni uşaqlar gününə özəl KFC-yə gətiribdi. Ən bahalı burger yeyəcəyik. İndi keçək videoya. Sipariş vermək üçün içəriyə daxil olduq və gördük ki, sıra çox idi, ona görə gözlədik. Və sipariş sırası bizə çatdı. Ən bahalı burger Tower Combo idi və biz də onu sipariş verdik. İndi isə burgerin görüntüsünü göstərirəm. Sözün düzü reklamdaşı kimi o qədər böyük deyildi. İndi dadını baxıb sizə deyirəm. Burgerin ölçüsü o qədər böyük olmasa da, amma dadı sözsüz qəşəng idi. Burgerin içərisindəki ətin yaxşı pişməyi, Holland pendirinin əriməyi, mayonez və ketçapın qarışımı sözsüz dad qatırdı. Mən öz adıma onu deyə bilərəm ki, bu burger KFC-dəki ən əla burger idi. Mən gələn uşaqlara bunu tövsiyə edə bilərəm. Və mən indi başlayıram burgerimi ləzzətlə yeyib bitirməyə. Yeyib qutarana kimi isə özüm haqqında məlumat verim. Bu mənim ilk videomdur, amma istəyirəm ki, yenə belə bir videolar çəkim. Əgər siz də istəyirsinizsə, bizə dəstək ola bilərsiniz. Bunun üçün videoyu bəyənməyi, rəy yazmağı və bizi takip etməyi unutmayın. Və mən burgerimi yeyib bitirdim. Bunun üçün mən qardaşıma təşəkkür edirəm. Gələn videolarda görüşənədək sağ olun.